Salam dəyərli izləyicilər. Bugün Azərbaycan-Ermənistan arasındakı münasibətlərin hazırki səviyyəsi, normallaşma prosesi və delimitasiya ilə bağlı bir sıra nüansları müzakirə edəcəyik. Qonağımızsa Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədlidir. Xoş gəlmisiniz Mətin bəy. Mətin bəy, demək Azərbaycan-Ermənistan arasındakı münasibətlər avqustun 8-i Vaşinqtondakı zirvə toplantısından sonra yeni eraya qədəm qoydu desə, yəqin ki, yanlış eləməliyik. Artıq yəni tərəflər buna qədər də görüşürdü. Həm Avropa İttifaqının səyi ilə, təşəbbüsü ilə, həm Rusiyanın təşəbbüsü ilə, həm Türkiyənin təşəbbüsü ilə. Lakin burada həmişə bir vasitəçi olurdu. Amma Vaşinqtondakı zirvə toplantısından sonra tərəflər artıq öz aralarındakı münasibətlərə özləri aydınlıq gətirməyə çalışırlar və bir sıra dairələr çərçivəsində görüşlər intensivləşib. Siz hazırki Azərbaycan-Ermənistan arasındakı münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz? Təşəkkür edirəm Məlikə xanım. Əvvəla istədim bir qədər geniş cavab verim. Ümumiyyətlə, iki tərəfli müstəvidə danışıqlar aparmaq ideyasının müəllifi Azərbaycandır. Biz yaxşı xatırlayırıq ki, 2023-cü ilin payızından Azərbaycan Ermənistan təklif etmişdir ki, hər hansı vasitəçi olmadan biz danışıqları iki tərəfli müstəvidə aparaq. Və düşünürdük ki, bu müstəvidə, yəni vasitəçisiz müstəvidə biz daha çox irəliləyiş əldə edə bilərik sülh prosesində. Və bizim gözləntilərimiz və ehtimallarımız özünü doğrultdu və 2023-cü ildən sonra 2024-cü ildə və 2025-ci ildə biz sülh prosesində ciddi bir müsbət dinamikanın baş verdiyinin şahidi olduq. Və nəhayət avqustun 8-də sizin də qeyd etdiyiniz kimi Vaşinqtonda artıq iki ölkə arasında yekun sülh müqaviləsinin paraflanması baş verdi. Yəni bu deməkdir ki, artıq hər iki tərəf də müqavilənin şərtləri ilə, bəndləri ilə razıdır və indi ancaq yekun sülh müqaviləsinin imzalanması qalıb. Və təbii ki, bu tamamilə yeni bir mərhələdir. Yəni bu deməkdir ki, hər iki ölkə sülh prosesində xeyli bir məsafə qət edib. Ancaq bununla belə təbii ki, müəyyən problemlər qalmaqdadır və bu problemlər də əsasən Ermənistanla bağlıdır. Birisi ki, Azərbaycan bu sülh prosesində Ermənistan qarşısında özünün bir sıra haqlı və legitim tələblərini irəli sürmüşdür. Və həmin haqlı legitim tələblərin böyük hissəsi əlbəttə ki, artıq Ermənistanla razılaşdırılıb. İndi artıq yeganə maneə Ermənistan konstitusiyası ilə bağlıdır. Yəni Ermənistan konstitusiyası ilə bu dəfələrlə qeyd etmişik. Azərbaycan qarşı ərazi iddialarını etibar edən məqam var. Və düşünürük ki, Ermənistan konstitusiyası da dəyişdikdən sonra artıq iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkün olacaq. Və bütövlükdə prosesi ancaq müsbət dəyərləndirmək olar. Təbii ki, ola bilər ki, müəyyən mənada bəlkə də istədiyimiz surətdə getmir proseslər. Yəni müəyyən lənglik var. Yəni bu hiss olunur. Amma əsas odur ki, o hədəfə doğru hər iki ölkə yaxınlaşmaqdadır. Demək biz bayaq da qeyd elədik ki, Azərbaycan-Ermənistan arasındakı bu görüşlər intensiv xarakter alıb və məsələn noyabrın 28-də Baş nazir müavini Şah Mustafayevlə erməni həmkarım Yeri Qırqaryan arasında Qəbələdə Dövlət Komissiyasının 12-ci görüşü keçirildi və burada delimitasiya məsələləri ilə bağlı bəzi texniki mövzular müzakirə olundu, bəzi fikir mübadiləsi aparıldı bir sıra məsələlər ətrafında və növbəti görüşün Ermənistanda keçirilməsi ilə bağlı razılıq əldə olundu. Bu delimitasiya ilə bağlı sadəcə 12-ci görüşdür. Təbii ki, bu siyasi proseslər çərçivəsində, siyasi danışıqlar çərçivəsində hər şey mətbuat vasitəsilə cəmiyyətə açıqlanmır. Bunun gizli qalan tərəfləri də var ki, bu dövlətlər özləri tənzimləyir bu münasibətləri. Lakin məsələn cəmiyyətimiz üçün də maraqlıdır ki, bu delimitasiya demək çərçivəsindəki görüşlərdən nə nəticələr əldə olunur? Məsələn 12-ci görüşdür. Praktiki olaraq hansısa nailiyyət əldə olunubmu, yoxsa sadəcə danışıqlar səviyyəsindədir mələdir görüşlər? Yox, təbii ki, artıq müəyyən nailiyyətlər var. Bildiyiniz kimi artıq kiçik də olsa hər halda Ermənistan-Azərbaycan sərhədinin bir hissəsi artıq delimitasiya olunub. Yəni bu artıq delimitasiya prosesində də müsbət dinamikanın olduğunu təsdiq edir. Bütövlükdə Məlikə xanım, yəni delimitasiya məsələsi iki ölkə arasındakı sülh prosesinin 4 vacib istiqamətindən
biridir və hər halda sevindirici haldır ki, yəni burada da biz qeyd etdiyimiz kimi müsbət dinamikanı müşahidə edirik və Qəbələdə Ermənistan Baş naziri müavini gəldi, yəni onlar tərəfdən delimitasiya komissiyası, hökumət komissiyasının rəhbəridir, sədridir. Yəni bu da ilk haldır ki, adətən sərhəddə görüşürdü bizim nümayəndələr, hökumət nümayəndələri artıq Qəbələdə görüşüblər və növbəti dəfə Ermənistanda bu görüşün keçirilməsi razılaşdırılıb. Hər halda bu da qeyd etdiyim kimi artıq münasibətlərdə ki, o buzun tədricən əriməsindən müəyyən mənada xəbər verir. Amma bütövlükdə Məlikə xanım, burada bir vacib nüansı biz nəzərə almalıyıq ki, yəni delimitasiya məsələsi siyasidən də daha çox texniki məsələdir, texniki prosesdir. Yəni bu ola bilər ki, sabah Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalasın, amma delimitasiya prosesi yekunlaşmasın. Hətta illərlə, 10 illərlə proses uzana bilər, çəkə bilər və Gürcüstanla bilirsiniz ki, bizim digər qonşu dövlətlə hələ də sərhədlərimizin əhəmiyyətli bir hissəsi razılaşdırılmayıb. Texniki olaraq delimitasiya olunmur. Yəni bu Ermənistanla da baş verə bilər, yəni nəzərə olaraq. Bəlkə də baş vermədi. Daha qısa vaxtda biz delimitasiya prosesini Ermənistanla başa çatdırır. Təbii ki, Azərbaycan mövqeyi ondan ibarətdir ki, biz bu məsələdə də proseslərin qanuna, hüquqa uyğun olaraq, siyasi məntiqə uyğun olaraq getməsinin tərəfdarıyıq və hesab edirik ki, burada da proseslər nə qədər irəli getsə, bütövlükdə sülh prosesinə ciddi töhfə verə bilər. Bu noyabr ayı ümumiyyətlə tərəflər arasındakı görüşlər üçün ən uğurlu ayda hesab eləmək olar. Çünki bir sıra demək dairələr səviyyəsində görüşlər oldu. Məsələn, parlament nümayəndələrinin də görüşü oldu, media nümayəndələrinin Gürcüstanda bir görüşü oldu. Eyni zamanda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri baş tutdu. Həm Azərbaycanlılar getdilər Ermənistana, ermənilər gəldi Azərbaycana. Bu görüşlər çərçivəsində məsələn bir məsələ də diqqət çəkirdi ki, xüsusilə sosial mediada, istər sosial medianın Azərbaycan seqmentində, istər Ermənistan seqmentində görüşlərə münasibət vətəndaşlar səviyyəsində birmənalı deyildi. Amma yəni hələ də o aqressiyanı hiss eləmək mümkündür. Yəni sizcə bax hazırki münasibətlər fonunda yaxın perspektivdə yekun sülh müqaviləsinin imzalana bilərmi, imzalana bilməzmi? Təbii ki, sülh müqaviləsinin imzalanması hesab edirəm ki, daha çox siyasi proseslərdən asılıdır və daha çox Ermənistan daxilindəki siyasi proseslərdən asılıdır və düşünürəm ki, Ermənistanda qarşıdan gələn seçkilərdə Nikol Paşinyan hakimiyyətini qorumağa nail olsa, əlbəttə ki, düşünürəm ki, artıq bizim Ermənistanla sülh müqaviləsini imzalamaq ehtimalımız xeyli artacaq. Yəni sülh müqaviləsinin imzalanması qarşısında istiqamətdə hər hansı bir maneə qalmayacaq. Amma təbii ki, indi burada müxtəlif variantlar da ola bilər. Ola bilər ki, revanşist qüvvələr hakimiyyət dəyişikliyinə nail olsunlar. Hər halda nəzəri olaraq hesab edək ki, onlar hakimiyyətə gəlsə, bu artıq sülh prosesinin pozulması deməkdir. Yəni bunu da hesab edirəm ki, nəzəri olaraq qəbul etməliyik. Amma digər məqamı siz qeyd etdiniz, yəni cəmiyyətin ayrı-ayrı segmentləri arasında münasibətlərin yaranması, necə deyirlər, vətəndaş cəmiyyət nümayəndələrinin görüşləri və s. yəni bunlar da vacibdir. Bilirsiniz, Məlikə xanım, biri var ki, sülh prosesini təbii ki, müəyyənləşdirən də, əsas aparan da və onun məsuliyyətini daşıyan da hökumətlərdir. Onun gündəliyini də müəyyən edən hökumətlərdir. Amma eyni zamanda bu hökumətlərlə yanaşı cəmiyyətlərin də münasibətlərinin normallaşmasına ehtiyac var. Nəzərə alsaq ki, hər iki cəmiyyət içərisində barışmazlıq meylləri var və xüsusilə də mən burada erməni cəmiyyətini qeyd etmək istərdim ki, onlarda uzun illər, hətta əsrlər ərzində Azərbaycanfobiya, Türkiyəfobiya meylləri xeyli güclü olub və o səbəbdən də mən düşünürəm ki, hər halda vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspertlərin görüşü hər halda bütövlükdə prosesə müsbət töhfə verə bilər. Yəni gözləmək olmaz ki, amma bununla bərabər onu da əlavə etmək istərdim ki, yəni gözləmək olmaz ki, bir görüşlə, iki görüşlə, üç görüşlə bu məsələlər, bu problemlər, cəmiyyətlər arasında olan o ziddiyyətlər aradan qalxacaq. Xeyr, mən hesab edirəm ki, bunun üçün zaman lazımdır. Zaman lazımdır, amma bununla bərabər də yəni zamanı da boşa vermək olmaz. Yəni düşünürəm ki, cəmiyyətlər arasında artıq müəyyən o etimad quruculuğu istiqamətində danışıqlar aparılmalıdır, problemlər müzakirə olunmalıdır və yer gəlmişkən də bizim vətəndaş cəmiyyət nümayəndələrinin açıqlamalarından mən
gördüm ki, onlar deyirlər ki, bütün məsələləri biz müzakirə edirik kapalı toplantıda. Yəni bütün problemli məsələlər müzakirə olunur. Suallara çalışırlar ki, aydınlıq gətirilsin və hesab edirəm ki, hər halda biz nəzərə almalıyıq ki, sülh müqaviləsinin imzalanması üçün ilk növbədə onun möhkəm fundamenti olmalıdır, zəmini olmalıdır və bu fundament yaradan, zəmin yaradan məqamlardan da biri etimad quruculuğudur. Və etimad quruculuğu da qeyd etdim ki, yalnız hökumətlər səviyyəsində ola bilməz. Yəni ilk növbədə sadə insanlar, vətəndaşlar, insanlar artıq bir-birini anlamalıdır və anlamalıdırlar ki, biz qonşuyuq, kiçik bir regiondur Cənubi Qafqaz, bu münaqişə 100 illər davam edə bilməz. Və bu münaqişədən zərər çəkən hər iki tərəfdir. Hər iki xalqdır və xüsusilə də Ermənistan daha çox zərər çəkir və bundan udan da yalnız kənar dövlətlərdir. Hələ də regionda imperiya maraqlarını əsaslanıb siyasət həyata keçirən ölkələrdir. Aha. Demək, siz çıxışınızda toxundunuz və bu ümumiyyətlə mediada da bu məsələyə tez-tez toxunulur. Ermənistanda Azərbaycanla sülh məsələsi onda belə çıxır ki, sırf hökumətdən asılıdır. Yəni bir dənə Paşinyandan asılıdır. Məsələn biz fərz edək ki, Paşinyan yoxdur. Onda demək Ermənistanla biz bu qədər gəldiyimiz yolu yenidən geri qayıtmalı olacağıq. Təəssüf ki, Ermənistan cəmiyyətində mən bir qədər əvvəl də qeyd etdim ki, vəziyyət daha mürəkkəbdir. Yəni orada mən hesab edirəm ki, sülhə qarşı olan qüvvələr daha çoxdur. Həm cəmiyyət daxilində, həm siyasi qüvvələr daxilində və onlar da mövqelərini açıq ifadə edirlər Paşinyana qarşı. Məsələn, Paşinyan və yaxud onun hər hansı hökumətin hər hansı bir nümayəndəsi bir pozitiv açıqlama verən kimi artıq biz görürük ki, erməni mediasında o erməni müxalifəti, yəni biz revanşist qüvvələr deyil, radikal müxalifəti necə onları sərt ittiham edirlər ki, nəyə görə bu açıqlamalar verirsiniz, bu mövqeyi nümayiş elətdirmisiniz. Bütün bunlar ondan xəbər verir ki, hər halda Ermənistan daxilində bugün sülhün necə deyərlər, qarantı ola biləcək əsas tərəf Nikol Paşinyandır. Paşinyan hökumətidir. Və bu səbəbdən də düşünürəm ki, Paşinyan onun yaxın ətrafı daha məsuliyyətlə davranmalıdır. Yəni sülh prosesinə daha stabil mövqe nümayiş elətdirməlidir. Yəni təəssüf ki, biz hər halda son illərdə onu müşahidə edirik ki, bəzən onlar ziddiyyətli mövqe nümayiş elətdirirlər. Bir məsələ ilə bağlı fərqli mövqe nümayiş elətdirirlər və nəticədə sülh prosesinə mənfi təsir göstərir. Amma hər halda o da təqdirə layiq haldır ki, Nikol Paşinyan son illərdə, son aylarda daha dəqiq desək, verdiyi mühüm açıqlamalar var və bu ondan xəbər verir ki, əslində onun özü də və komandası da Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışır. Bölgədə sülhün formalaşmasında maraqlıdırlar. Məsələn, onun açıqlaması var idi ki, artıq biz tarixi uydurma Ermənistandan real Ermənistana keçid etməliyik. Yəni bu kifayət qədər siyasi məzmun daşıyan, məna daşıyan fikirlərdir. Ancaq yaxşı olardı ki, bu fikirləri reallaşdırmaq üçün Nikol Paşinyan daha qətiyyətli addımlar atsınlar. Paşinyan hakimiyyətini 2026-cı ildə çətin bir il gözləyir və seçim ayıdır ermənilər üçün. Parlament seçkiləri də iyunda və Paşinyanın keçirilən ölkə daxilində keçirilən sorğulara görə nüfuzu əvvəlki illərə nisbətən bir xeyli aşağı düşüb və ona etimad da aşağı düşüb Ermənistan cəmiyyəti arasında və siz də qeyd elədiniz, Ermənistan cəmiyyətində revanşist meyil, yəni ümumiyyətlə hökumətə qarşı aqressiv mövqe daha kəskindir və onların maliyyələşdiyi təbii ki, xarici qüvvələr də var da, sırf daxildən deyil Paşinyana qarşı olan qüvvələr. Serj Sarkisyan olsun, Robert Koçaryan olsun, onlar tez-tez mitinqlər keçirirlər və insanlarda Paşinyan hakimiyyətinə və onun siyasətinə qarşı bir aqressiv mühit formalaşdırmağa çalışırlar və xüsusilə də son aylarda Paşinyanın keşişlərlə bir problemi var. Xüsusilə bu keşişlər ümumiyyətlə Ermənistan cəmiyyətində də söz sahibi olan bir təbəqədir də. Belə bir vəziyyətdə Paşinyan hakimiyyəti üçün seçim ilini necə qiymətləndirirsiniz? Sizcə Paşinyan qazana bilərmi seçkilərdə, yəni Paşinyan hökuməti? Ümumiyyətlə siz qeyd etdiniz. Yəni son rəy sorğularına baxsaq, görərik ki, hər halda Nikol Paşinyanın reytinqi əvvəlki illərlə müqayisədə xeyli düşüb. 43% idi, səhv eləmirəmsə. Hətta ondan aşağı. Hətta ondan aşağı reytinq göstəriciləri var. Ancaq digər maraqlı nüans ondan ibarətdir ki, reytinqi nə qədər düşsə də, digər müxalifət qüvvələrindən reytinqi xeyli qabaqdadır.
Yəni bu da maraqlı faktdır və ondan xəbər verir ki, ola bilər ki, erməni cəmiyyəti Nikol Paşinyandan o qədər də razı deyil. Amma müxaliflərdən də razı deyil. Bu ondan xəbər verir ki, müxaliflərindən daha çox narazıdır. Və müxaliflər də kimdir? Və əsasən də o keçmiş hakimiyyətdə olan qüvvələrdir və yaxud da onlara dolayısıyla bağlı olan qüvvələrdir. Erməni cəmiyyəti də onların idarəçiliyini görüb, hakimiyyət illərini yaxşı xatırlayır və başa düşür ki, Nikol Paşinyandan nə qədər narazı olsalar da, onların yenidən hakimiyyətə gəlməsi Ermənistan üçün daha böyük problemlər yarada bilər, fəlakətlər yaşada bilər erməni cəmiyyətinə və düşünürəm ki, herhalde bu baxımdan, yəni vəziyyəti belə biz baxsaq, görək ki, Nikol Paşinyanın bu dəfə də seçilmək ehtimalı rəqibləri ilə müqayisədə daha çoxdur. Amma təbii ki, Ermənistan cəmiyyətinin o bəzi müəyyən, Ermənistan siyasətinin müəyyən spesifik tərəfləri var və biz, yəni Ermənistan ən yeni tarixindən də bizə məlumdur ki, bəzən seçkilərlə yox, seçkilərdən kənarda Ermənistan hakimiyyət dəyişikliyə cəhdlər oluna bilər. Yəni terror aktlarından tutmuş digər keçmişi var. Yəni bütün bu məqamları biz nəzərə almalıyıq və onu da nəzərə almalıyıq ki, Azərbaycana fərqli olaraq Ermənistan daxilindəki siyasi proseslərə kənar güclərin müdaxilə imkanları daha genişdir və o revanşist qüvvələr, Paşinyanın rəqibi olan qüvvələr müəyyən resursları var Ermənistanda və kənardan da ciddi dəstəkləri var. Yəni bütün bunları biz nəzərə almalıyıq. Və yenə də fikrimi təkrar etmək istərdim ki, hər halda hesab edirəm ki, yaxşı olardı ki, bu dəfə də Nikol Paşinyan seçkilərdə hər halda mənim bir şəxsi qənaətim ondan ibarətdir ki, seçkilərdə qalib gəlib və Azərbaycanla sülh prosesini yekunlaşdırardı. Əksi halda bu yenidən iki ölkə arasında, yəni bir tərəfdən sülh prosesi pozulması ehtimalı artacaq, eyni zamanda da artıq yeni münaqişə ehtimalı da digər tərəfdən, yəni Azərbaycan istisna deyil gələcəkdə. Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında hərbi güc baxımından qüvvələr nisbəti heç müqayisə oluna bilməz. Amma gələcəkdə təbii ki, onlar yəni ehtimal etsək ki, hansısa bir revanşist qüvvənin nümayəndəsi hakimiyyət başına gəlib və kənardan da onları təhrik edirlər Azərbaycanla qarşı. Bu yeni münaqişə ehtimalıdır. Və bu Ermənistan üçün, yəni mənə elə gəlir ki, erməni cəmiyyətində də müəyyən mənada o rasional düşünən insanlar var. Başa düşürlər ki, bu Ermənistan üçün böyük fəlakət olur. Və son olaraq bu sualda vermək istəyirdim ki, bəzi ekspertlərin rəyləri əsasında bu sual məndə yarandı. Paşinyan seçilməyəcəyi təqdirdə, Paşinyan hökuməti yenidən hakimiyyətə gəlməyəcəyi təqdirdə, üçüncü qüvvələrin Azərbaycan-Ermənistan münasibətləri və ümumiyyətlə regionda yeni problemlər yarada biləcəklərini istisna eləməyiblər. Siz bununla bağlı necə düşünürsünüz və bu üçüncü qüvvələr deyəndə məsələn konkret olaraq hansı qüvvələrin regionda gərginlik yarada biləcəyini düşünürsünüz? Təbii ki, indi Rusiya daha çox Ermənistanla ən yaxın, yəni siyasi, hüquqi olaraq əlaqələri olan, müttəfiqli münasibətləri olan dövlətdir və Ermənistan daxilindəki proseslərə də ən çox təsir etmə imkanı olan kənar güc mərkəzlərdən birincisi məhz Rusiyadır. Və eyni zamanda digər, məsələn, regionda maraqları olan dövlətlər var, həm region dövlətləri, həm regiondan kənar dövlətlər var ki, onların da Ermənistan daxilindəki proseslərə təsir etmək imkanları var. Burada bir vacib nüansı da mən qeyd etmək istərdim ki, Məlikə xanım, yəni olduqca paradoksal haldır ki, yəni biz Ermənistan daxilindəki o sülhə qarşı duran qüvvələrdən danışırıqsa, yəni burada bir tərəfdən açıq deyək də, yəni Rusiyaya bağlılığı olan revanşist qüvvələr sülhə qarşı çıxır. Çalışırlar ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmasın və s. Digər tərəfdən də Qərbə bağlı müəyyən qüvvələr var ki, və yaxud media resursları var ki, Ermənistan daxilində biz izləyirik. Görürük ki, onlar da sülhün əldə olunmasına qarşı çıxır. Və yaxud da diaspor qrupları var ki, onların əsas fəaliyyət göstərdiyi ölkələr qərb ölkələridir, Fransa, Birləşmiş Ştatlar və s. Yəni məntiqlə onlar bölgədə sülhün olmasında maraqlı olmalıdırlar. Münaqişənin, konfliktli vəziyyətin, münaqişəli vəziyyətin olmasında deyil, sülhün olmasına maraqlı olmalıdırlar. Ancaq həmin ölkələrdə fəaliyyət göstərən diaspor qrupları və yaxud həmin qrupların Ermənistan daxilindəki uzantıları aktiv olaraq sülhə qarşı fəaliyyət göstərirlər. Yəni bu da bir tərəfdən paradoksal vəziyyət yaradır ki,
necə ola bilər ki, həmin ölkələr rəsmi olaraq, məsələn, Birləşmiş Ştatlar bölgədə həqiqətən də bu gün iki ölkə arasındakı sülh gündəliyinin irəli aparılmasında Birləşmiş Ştatlar prezidenti, Birləşmiş Ştatlar hakimiyyəti çox böyük rol oynadı. Amma digər tərəfdən də biz görürük ki, o ölkə daxilindəki o diaspor qrupları və hansı ki, onların çox geniş əlaqələri var, gücü var, məsələn, Birləşmiş Ştatlar daxilində, bu gün sülhə qarşı çox ciddi fəaliyyət göstərirlər. Təşəkkür edirəm Mətin bəy Siz sağ olun. gəldiyiniz üçün. Belə dəyərli izləyicilər, bu gün biz regional sülhün qurulması istiqamətində aparılan gərgin danışıqları müzakirə elədik və Azərbaycan Ermənistan tərəfinin bu normallaşma prosesində atdığı addımlar artıq geri dönüşü olmayan bir yola girib və ümumiyyətlə hər iki ölkənin rəsmiləri anlayıblar ki, sülhün alternativi yoxdur. Biz də ümid edirik ki, gələcəkdə bu proses daha da konkret bir hal alacaq. Bizi izlədiyiniz üçün təşəkkür edirik.